Zövqlü musiqilərin, həyəcanlı anların, bol söhbətlərin bir nömrəli ünvanı olan regionun virtuozundan hər birinizi salamlayırıq. Vaxtınız xeyirli olsun deyirik. Və bildiyiniz kimi bugün artıq bizim, keçən həftə, hər birisi yaxşı bilirsiniz ki, keçən həftə bizim regionun virtuozunun ilk duetçiləri məlum oldu. Belə ki, ən az SMS-i olan 5 nəfər iştirakçının adı yeşiyə salındı və auditoriya tərəfindən 2 nəfərin adı həmin yeşikdən çıxarıldı və bu oyunlar Şamil Xanayev və Cavidan Abdullayevdir. Bir alqışlayaq. Mən bir daha xatırlatmaq istəyirəm ki, Şamil Xanayevi bu yarışda dəstəkləyənlər 12 yazıb 9801-ə, 1 səs üçün 9810-a, 10 səs üçün 9850-yə, 50 səs üçün 12 yazıb göndərə bilərlər. Eləcə də Cavidan Abdullayevi bu yarışda dəstəkləyənlər, onun ifasını bəyənənlər 20 yazıb 9801-ə, 1 səs üçün 9810-a, 10 səs üçün 9850-yə 20 yazıb göndərməklə Cavidan Abdullayevi dəstəkləyə bilərlər. Ən azından mən sizlər qədər həyəcanlıyam, çünki bugün, bax bu 2 nəfər iştirakçıdan biri studiyanı tərk eləmək olacaq. Həyəcanı aradan qaldırmaq üçün mən istəyirəm ki, gözəl səsə malik olan istedadlı müğənnimiz Vüqar Əsnadzadəni dəvət edeyim. Təbii ki, sizin alqışlarınızla bir musiqi gəlsin və Vüqardan xahiş eləyək, buyursun. Bir musiqinin ardınca möhtəşəm dəyişmələr başlayacaq. Uğrunda değil yaşamak, ölmek, canımdan geçerim, senden vazgeçmem. Uğrunda değil yaşamak, ölmek, canımdan geçerim, senden vazgeçmem. Mümkün değil seni sensiz yaşama, canımdan geçerim, senden vazgeçmem. Dünya tersine dönse vazgeçmem, gökteki güneş sönse vazgeçmem. Ayrılık inan ki ölümden de beter, bu canımdan geçerim, senden vazgeçmem. Ölsem vazgeçmem, senden vazgeçmem. Dünya tersine dönse vazgeçmem, gökteki güneş sönse vazgeçmem. Ayrılık inan ki ölümden de beter, bu canımdan geçerim, senden vazgeçmem. Ölsem vazgeçmem, senden vazgeçmem.
olamam. Kendime başka bir dünya kuramam. Artık bundan sonra sensiz olamam. Kendime başka bir dünya kuramam. Mümkün değil seni sensiz yaşamak. Canımdan geçerim, senden vazgeçemem. Dünya tersine dönse vazgeçmem. Gökteki güneş sönse vazgeçmem. Ayrılık inan ki ölümden de beter. Bu canımdan geçerim, senden vazgeçmem. Ölsem vazgeçmem, senden vazgeçmem. Dünya tersine dönse vazgeçmem. Gökteki güneş sönse vazgeçmem. Ayrılık inan ki ölümden de beter. Bu canımdan geçerim, senden vazgeçmem. Ölsem vazgeçmem, senden vazgeçmem. Təşəkkür eləyirik, Vüqara təşəkkür eləyirik. Bir balaca həyəcan aradan qalxdı, hə deyəsən. Mən istəyirəm ki, tamaşaçılarımız üçün bütün iştirakçılarımızın SMS kodlarını bir daha xatırladım və bildirmək istəyirəm ki, bugün gələn həftə üçün növbəti duelçilər məlum olacaq. Ona görə də aktiv olun ki, gələn həftənin duelçiləri sizin bəyəndiyiniz, sizin favoritiniz olmasın. Beləliklə, 1 nömrəli iştirakçı Bəhruz Məmmədov, 2 Ənvər Danov, 3 Orxan Kantayev, 4 Əli Xurmayev, 5 Xalid Əzimov, 6 Tərlan Məmmədov, 7 Bariz Baharov, 8 Soltan Lətifov, 9 Kənan Rəsulov, 10 Faiq Qurbanov, 11 Təbriz Məmmədov artıq yarışdan uzaqlaşdırılıb, 12 Şamil Xanayev artıq duelçidir, 13 Məftun Cəmiloğlu, 14 Yusif Gebedov, 15 Məhərrəm Asif, 16 Vasif Məmmədov, 17 Rəvan İsmailov, 20 nömrəli iştirakçımız Cavidan Abdullayev bugün bizim duelçimizdir, 21 Ceyhun Rəcəbov, 23 Nicat Fətəliyev, 24 Məhməli Çobanov, 25 Azər Quliyev, 26 nömrəli iştirakçı artıq yarışdan uzaqlaşdırılıb, Rauli Sardarşvili artıq yoxdur yarışda, 27 Ramazanlı, 28 nömrəli iştirakçı Əsəd Məmmədovu dəstəkləmək üçün 1 səs üçün 9801-ə, 10 səs üçün 98-10-a, 50 səs üçün 9850-yə boş SMS göndərə bilərsiniz. Gəldik çatdıq ən həyəcanlı anlara. Xatırladım ki, SMS nəticələri hal-hazırda bir o qədər də ürək açan deyil. Və verilişimizin şərtinə uyğun olaraq hələ ki bir balaca fərqli olaraq Şamil, sənin SMS nəticələrin hələ ki irəlidədir. Ona görə də mən Cavidanı dəstəkləyənlərdən aktiv olmalarını Cavidan da indi istəyəcək. Yer verilişimizin şərti isə belədir. Birinci, ilk növbədə ev tapşırığını bizlərə, auditoriyaya, eləcə də ekran qarşısında əyləşən tamaşaçılarımıza təqdim olunacaq. Ardıca yeşikdə sizlər üçün hazırlanmış musiqilər və sonda möhtəşəm bir dəyişmə gələcək. İlk növbədə Cavidandan başlayaq. Cavidan, SMS nəticələri də bir o qədər ürək açan deyil. Əvvəlcə səs istə və ev tapşırığını dinləyək sənin. Salam, əvvəla axşamınız xeyir olsun. Bütün kanal isə təşəkkür bildirirəm. Bütün qonaqlar və gələnləri hamı sağ olsun deyirəm. Dəstəkləyənlərə sağ olsun deyirəm. Bütün qaxdan səs gözləyirəm. Eləcə də məni tanıyanlardan əsas. Mən belə deyim də, bu gün demək olar ki, Qax və Zakatala duelinin, həm də Qax və Zakatala duelinin şahidi olasıyıq. Ona görə də həm Qaxlılardan, həm də eləcə də Zakatalalılardan aktiv olmalarını istəyirəm. Cavidan, ev tapşırığında bizim üçün nə hazırlamısan? Zəhmət olmasa mikrofona. Dinləyək sənin ev tapşırığını. Bir alqışlar gəlsin və Cavidandan ev tapşırığı gəlir.
Bax bu Cavidan Abdullayevin möhtəşəm ifası idi. Mən bütün qaxlılardan bir də aktiv olmalarını xahiş eləyəcəm Cavidanın adından. Çünki hal-hazırda SMS nəticələrinə görə Cavidan geridə qalır. Geridə qalır Şamildən. Bütün qaxlılardan Cavidanın bax bu ifasını, digər ifaslarını bəyənənlərdən Cavidan da biz də aktiv olmalarını xahiş edirik və gəldik çatdıq növbəti bizim duelçimizə. Bax bu gözəl piyanino üçün mən Qəbələ şəhərində yerləşən Beltman Piyanino fabrikinə təşəkkürümü bildirirəm. Çox gözəl bir piyaninodur bizim üçün təqdim ediblər. Və qaliblər üçün möhtəşəm hədiyyələr nəzərdə tutulub. Bax bu gözəl bizim Real Time mağazası, Zaqatalada yerləşən kompüter mağazasına təşəkkürümüzü bildiririk. Zaqatala şəhəri, Bayraq Meydanı, Ağsaray binası 3-cü, 4-cü mağazada yerləşir və möhtəşəm bir hədiyyə qalibə təklif olunacaq. Real Time mağazasında olduqca sərfəli qiymətlər və ayın 15-nəcən kampaniya var. Kampaniyadan yararlanmağı hər birinizə tövsiyə edirik. Eləcə də mən istəyirəm ki, buradan Fidan Telekom'a təşəkkürümü bildirim. Belə ki, Fidan Telekom da qalib üçün möhtəşəm bir telefon hədiyyə eləyəcək. Şəxsən Ramin bəyə təşəkkür edirəm. Zaqatalda Fidan Telekom, Faiq Əmirov küçəsində yerləşən Fidan Telekom Ramin bəydən qalib üçün möhtəşəm bir telefon nəzərdə tutulub və 5 həftə verilişimizdən uduzub gedən üçün telefonlar burada hər bir kəsin şahidi ilə veriləcək. Şamil, buyur. Kimlərdən dəstək istəyirsən? Mən Şamil səndən üzr istəyirəm. Nazimə, müşahid üçün Nazimə və Telmana təşəkkürümü bildirəm. Nazimi Telmana da bir alqışlayaq, gözəl müşahid edilən bizləri. Buyur. Əvvəla hamını salamlayıram. Bizi baxanları, bizə səs verənləri. Hamıya uğurlar arzulayıram. Mən də öz növbəndə səs istəyirəm Qabaqçöldən, Balakən rayonundan özündən, Zaqataladan, Katexdən, Kevolubadan, Cardan, nə bacarılı versinlər. Xüsusi olaraq ad çəkmək istəmirsən? Yəni, bütün Azərbaycandan səs istəyirəm. Bütün Azərbaycan da səni dəstəkləyəcək inşallah. Şamili bəyənənlər, Şamilin ifasını dəstəkləmək istəyənlərə bildirmək istəyirəm ki, 12 yazıb 9801-ə, bir səs üçün 9810-a və 9850-yə 12 yazıb göndərsinlər. Şamil, nə hazırlamısan bizim üçün ev tapşırıq olaraq? Dinləyək, bir alqışlar da gəlsin.
Bax, bu da Şamil Xanayevin ifası idi, ev tapşırığı idi. Mən xüsusi təşəkkür etmək istəyirəm bizim rəqs edənlərə. Əsasən Rəvan hər verilişdə demək olar ki, rəqs edir. Rəvana, Əliyə və Tərlan, sənə də təşəkkür edirəm. Deyəsən, ifa xoşunuza gəldi, hə? Mənim də xoşuma gəldi. Görək tamaşaçıların necə. Xoşuna gəldisə, Şamili 12 yazıb dəstəkləyəcəklər. Biraz da həyəcan var, hə deyəsən, hər ikisində həyəcan var. İndi keçəsik biz Yeşikdən çıxacaq musiqilərə. Yeşikdən çıxacaq musiqilərə keçməmişdən əvvəl mən istəyirəm ki, auditoriyadan dəstək olmaq istəyən var hansısa musiqiçimizə bizim? Hə? Dəstək olmaq istəmirsiniz? Asif, dəstəkləsin. Kimə dəstək olmaq istəyirsən? Kim üçün səs istəyirsən? Özün üçün səs istəyə bilmirsən? Yox, özüm üçün istəmirəm. Hər kəs sağ olun. Otur, zəhmət olası, otur. Cavidan qardaşımıza mən musiqini sevənlərə, hər kəslərdən elə gözəl bir insana, elə gözəl bir musiqiyə, hər ikisinə, ancaq mənim tərəfimdən Cavidan qardaşımıza məni sevərlər, dəstək olsun. Hər ikisinə səs istədi və mən istəyirəm ki, SMS nəticələrini çatdırım. Belədir ki, SMS faizlərini. Belə ki, 83,33% səs Şamil Xanayevin ünvanındadır. 16,67% səs Cavidan Abdullayevin hesabına gəlib. Mən bir daha həm qaqlılardan, həm də Zakatalallardan aktiv olmağı xahiş edirəm. Cavidan, bəlkə bir də möhkəmdən yaxşı səs istəyəsən, xüsusi olaraq adlar çəkəsən ki, çünki SMS nəticələri ilə hal-hazırda. Necə? Buyur, səs istə. Bütün məni tanıyanlardan, əvvəl dediyim kimi, bütün qaxlılardan, Zaqatalada yaşayan bütün qohumlarımdan dəstək gözləyirəm, məni tanıyanlardan əsas. Başqa. Valla, ən azı mən də sənin qədər həyəcanlıyam. Hər ikiniz burada. Buyur. Bir də mənim qardaşım, əzizim, qonşum, bütün hərbiçilər adından Bəhruzu təbrik edirəm. Bugün doğum günüdür. Bütün hərbiçilər adından təbrik edirəm. Biz də təbrik edirik. O da mənə dəstək olur. Bəhruz, əgər dəstək olursansa, hal-hazırda Cavidanın səs faizi olduqca ürək açan bir acınacaqlı vəziyyətdə. Əgər verilişin sonuna can belə gedər olsa, Cavidan əfsuslar olsun ki, yarışmanı tərk edəcək. Növbə gəlib ikinci ifaya çatmamışdan əvvəl mən istəyirəm Vüqar Əsadzadəni yenidən səhnəyə dəvət edeyim. Vüqar, səndən hal-hazırda musiqi üçün yox, səni mən musiqi üçün xahiş eləmədim. Musiqi bir neçə saniyədən olacaq. İstəyirəm ki, sən də səs istəyəsən. İlk növbədə axşamınız xeyir, əziz və çox hörmətli STV izləyiciləri. Mən əlbəttə ki, mənim ansamblumun üzvü olan Şamil Xanayevi. Yəni Cavidan səs verməsinlər Vüqar? Yox, versinlər. Mən ümumiyyətlə bütün musiqiçilərin tərəfindəyəm. Çox maraqlıdır. Vüqar Əsədzadə bugün görəsən kiməsə səhər SMS göndərib. Bravo, o gün demirsən sən bu söz. Səndən SMS göndərəcək. Amma Məftun şairlərdir ki, mən kiməsə SMS göndərmişəm, özümə göndərməsəm də. Hər ikisinə SMS göndərmişsən. Nömrəni deyə yoxlasınlar Məftun. Buyur Vüqar. Mən çox xahiş edirəm. Zaqatalalılardan, Balakənlilərdən aktiv olsunlar və bizim Şamili dəstəkləsinlər. Davam eləsinlər dəstəkləmə. Bəli. Hal-hazırda Şamil onsuz da yaxşı vəziyyətdədir. SMS faizləri... Qoy elə yaxşı vəziyyətdə də qalsın. Ən azından mənim ansamblumun üzvüdür. Sovqat instrumental ansamblunun üzvüdür. Buyurun. Mən istəyirəm bir daha SMS kodlarını xatırladım. 1 Bəhruz Məmmədov, 2 Ənvər Danov, 3 Orxan Kantayev, 4 Əli Xurmayev, 5 Xalid Əzimov, 6 Tərlan Məmmədov, 7 Bariz Baharov, 8 Soltan Lətifov, 9 Kənan Rəsulov, 10 Faiq Qurbanov, 12 Şamil Xanayev, 13 Məftun Cəmiloğlu, 14 Yusif Gebedov, 15 Məhrəm Asif, 16 Vasif Məmmədov, 17 Rəvan İsmailov, 20 Cavidan Abdullayev, 21 Ceyhun Rəcəbov, 23 Nicat Fətəliyev, 24 Məhməli Çobanov, 25 Azər Quliyev, 27 Ramazanlı, 28 Əsad Məmmədovu. Dəstəkləmək üçün 9801-ə, 9810-a, 9850-yə SMS göndərə bilərsiniz. Reklamların ardınca yenidən möhtəşəm verilişmələrimiz davam edəcək.
vaxt var idi. İstəyimizi reallaşdırmaqdan ötürü maneələrlə, çətinliklərlə üzləşirdik. Bəs indi bugün isə çox asandır. Çünki yetər ki, istəyimiz olsun. Bax, budur. Azərbaycanda ilk və yeganə olan Qəbələdə yüksək keyfiyyətli Beltman piano istehsalı başlanılıb. Özü də hər dizaynda. Artıq arzuladığınız görünüşə malik pianolar sizə arzu kimi yox, real olacaq. Beltman, pianoya dəyər verənlərin məkanı. Yüksek keyfiyet ve orijinallığı ile seçilen 2 yıl zəmanətli kompüterlerin, mobil telefonların teklif edildiği Asus mağazasından Bahar kampanyası. İndi her notebook alana datakart, çanta ve mouse, telefon alanı ise telefon aksesuarı hediye edilecek. Müşteriler bol kart ve albalı kartla da alışveriş edebilirler. Burada yalnız Asus firmasının yok, diğer meşhur brendlerin məhsullarının da münasib qiymət və zəmanətlə satışı teklif edilir. Mağazada kreditle de alışveriş etmek mümkündür. Odur ki, düşünmeden Asus'a yollanın. Ünvan Şəki şəhəri Axundov prospekti 4. Musiqi kolleci ilə üzbəyüz. Telefon 024 244 57 62. Təqvimi 7:30-dan etibarən bizimlə vərəqləyin. Balacalarla birlikdə qəhqəhələrlə dolu səhər süfrəsindən tutmuş, unudulmayan mədəniyyət və folklorumuz, maraqlı söz xəzinəmiz bu səhərdə. Əminliklə deyə bilərik ki, bizə baxırlar. Siz də səhərinizi bu səhərlə açın. Bu səhərə NBC Bankın sponsorluğu ilə baxırsınız. Çalanın ey yassı yolu, su geldi bassa yolu. Vay vay gedirdim ey mən görüşə, ay qoşular ey kəsdi yolu. Gedirdim ey mən görüşə, ay qoşular ey kəsdi yolu. Su gelir ey axa, ay tökülür ey bizim arxa. Çaladan ey bir kız sevdim, ay anasından korka korka. Vay vay çaladan ey bir yar sevdim, ay anasından korka korka. Sizim ey haranıyam, gül çiçekli halanıyam. Vay 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 derdim çoktur ey dostlar, yar elinden yaralıyam. Derdim çoktur ey dostlar, can evimden yaralıyam. Ay dalay dalay dalay.
Bax bu Vüqar Əsədzadənin məşhur Vüqar Əsədzadənin repertuarından, mən sənin repertuarından olduğu üçün mən bunu qeyd edeyim. Məşhur talanın yastı yolu. Mən buradan bütün talanları da salamlayım. Aktiv olmalarını istəyim və deyəsən məndən Rəvan xahiş elədi ki, nəsə demək istəyirdim. Ha? Kiməsə özün üçün söz istəmək istəyirsən, buyur. Biraz qısa. Sağ olun Üzeyir müəllim. Mən özümə səs istəyirəm, əmimdən səs istəyirəm. Kimdir sənin əmin? Səs verəs ki. Əhməd əmimdən səs. Əhməd əmin səs ver Rəvana. Rəvana səs ver. Bir də muğamlardan bacarsalar Şamilə dəstək olmağı xahiş edirəm. Vay, bu özün üçün səs istəsən daha yaxşı olar. Hə, buyur, buyur, de, tez. Bir dəqiqə üzr istəyirəm, mikrofonu açaq zəhmət olmazsa. Hə, buyur, bir də. Mən bütün tamaşaçılara salamlayıram, iştirakçılara uğurlar arzulayıram. Özümü dəstəkləməkdən başqa mən Vüqarı dəstəkləyirəm. Vüqarı, Əli, ardıyca mən sənə söz verirəm. Babu regionun virtuozu bilsə, mən xahiş edəcəm ki, rəqqasların yarışı başlasın. Vüqarı onda dəstəkləyək. İnşallah, mən Vüqarı dəstəkləyirəm. Çox sağ olun, belə. Uşaqlara ikisi də mənim dostumdur. Sənə kim SMS versin? Mənə bütün Danaçı əhli çox sağ olsun, dəstəkləyir. Bir də Balakəndə Atəş demişdi, dəstəkləri çox sağ olsun. Hər kəsdən məni tanıyar, hər kəsdən dəstək gözləyirəm, çox sağ olun. Hə, Paris, səsləmək istəyirsən özün üçün? Bəli, mən də əqlarımızı salamlayıram. Döyüşlərimizdə də uğurlar arzu edirəm. Mən Zaxtalanın Yuxarı Şadaqlar kəndindən səs gözləyirəm. Murad müəllimdən səs gözləyirəm. Fərad müəllimdən səs gözləyirəm. Bütün Zaxtalan əhlindən səs gözləyirəm. Dəstək olsunlar. İnşallah, inşallah sənin dəstək olacaqlar. Ardınca mən bütün listlərə də yaxınlaşacağım Məftun. Mən istəyirəm ki, növbəti bizim ikinci yarışımızın şərti olan, bax bu gördüyünüz bu qutularda Cavidan Abdullayevə və Şamil Panayevə məxsus musiqilər var burada. Musiqilərin adları burada yazılıb. Və ya bismillah, buradan bir musiqinin adını özün çəkəcəksən. Cavidan, birinci səndən başlayırıq. Və belə eləyək. Bayaq Cavidan başlamışdı. Şamil, bu dəfə sən başla. Hə? Bu dəfə sən başla. Ha, da buyur. Bir dəqiqə, hələ açma, götür, mən mikrofonu gətirim. Hə, beləliklə ifa eləyəcəyim, buyur. İfa eləyəcəyin musiqinin adını. Nədir bu? Yarı səndə, yarı məndə. Deməli, mən istəyirəm operatorlarımız bunu göstərsin. Yarı səndə, yarı məndə Ağadaş Ağayevin repertuarından, Ağadaş Ağayevin repertuarından yarı səndə, yarı məndə. Necə deyərlər? Meydan bizdən, ifa səndən. Buyur Şamil.
Şamil, təşəkkür edirik sənə. Amma deyəsən bu yarı səndə, yarı məndə sənə düşmədi. Çünki bayaqdan 83,33% səsin olduğu halda hal-hazırda Cavidan Abdullayev get-gedə irəliləyir. Belə ki, sən 69,33% səsə düşdün. Cavidan isə əksinə irəliləyərək, mən rejissorlarımızdan xahiş edirəm, Cavidanın səs faizini də mənə bildirsinlər. 30,67-yə Cavidanın səs nəticələri yaxınlaşdı və mən Məftun bayaqdan məndən xahiş edib. Məftun, çox qısa, çünki Şamilin, Cavidanın da eşikdən. Buyur. Hər kəsi salamlayıram. Bugünkü gündə çox qısa deyəndə Üzeyir. Məftun, düzü istəyirəm, sən hazırda SMS nəticələrinə görə 6-cı yerdə qərarlaşırsan. Hə, buyur. Mən bir neçə yerdən səsləmək istəyirəm. Əvvəlcə oldum Göyəm kəndindən səsləyirəm. İkinci növbədə məni dəstəkləməyə gələn dostlarımı çox sağ olun deyirəm. Dostlarıma, Familə, Orxana, Nurlana və Göyəm kəndi birinci növbədə olmaqla Danaçı kəndindən, Makov kəndindən, Kebulabadan, Cardan, Zaqtalanın bütün hər bölgəsindən, əsas Mosul kəndindən, Aliyabad kəndindən, Mosul kəndində yaşayan Soltan müəllimdən, Akif dayıdan, hər kəsdən səs gözləyirəm. Əsasən də onu qeyd edim, Xatix kəndindən Rafael müəllimdən səs gözləyirəm, İlhamdan səs gözləyirəm, Osman müəllimdən səs gözləyirəm, valideynlərimdən ən çox səs gözləyirəm. Və bir şeyə qeyd edeyim, Zaqta rayonumuzun gözəl fəxri olan, gözəl insan, hörmətə layiq olan, gözəl ziyarlımız Tofiq müəllimdən səs gözləyirəm. Bizə salamlayırıq buradan Tofiq müəllimi. Həyat yoldaşı Ürney xanımdan çoxlu dəstək gözləyirəm. Bugünkü günə qədər hər zaman arxamızda olublar. İnanıram ki, bu gündən sonra da həmişə arxamızdadılar. Və bütün polis şöbəsindən, bütün kollektivindən səs gözləyirəm. Bütün dostlarımdan, kimin ki adını qeyd eləməyəm, inşallah hər kəsin adını qeyd eləyəsiyəm və xüsusilə Əli Bayramlı kəndindən böyük dəstək gözləyirəm. İnanıram ki, hər kəs dəstək verəcəklər, inanıram buna. Çox sağ olun deyirəm. Təşəkkür edirik Məftun, Əli Bayramlı yaxşılıqların sonunda və Cavidana mən yaxınlaşım. Cavidan, buyur. Seç Cavidan. Hə, mən istəyirəm operatorlarımıza, bütün tamaşaçılarımız üçün də göstərim. Alagöz melodiyasını ifa eləyəcək. Buyur, meydan bizdən, ifa səndən.
Bax bu əla, təşəkkür edirik, auditoriyaya təşəkkür edirik. Bax bu Rəşid Beypidovun ifasından hamımıza məlum olan Tofiq Quliyevin gözəl bəstəsini gözəlcə səsləndirdi Cavidan və bu bəstə Cavidan sənə xeyr uğur gətirdi. Belə ki, hal-hazırdakı SMS nəticələrini mən istəyirəm rejissorlarımızdan xahiş edeyim. Hal-hazırda Cavidan sənin səs faizlərin 30,70-ə qədər qalxdı. Şamil Xanayevin isə səs faizləri 69,30% səs. Məndən Tərlan xahiş elədi, Tərlana da yaxınlaşım. Tərlan da sizin üçün səs istəmək istəyir, Bəhruz sən də istəyərsən. Mən də hamını salamlayıram, hamıya uğurlar arzulayıram. Mən də keçən həftənin birincisi elədiyinə görə mən bugün Bazar kollektivinə dərin təşəkkürümü bildirirəm. Yenə aktiv olsunlar. Keçən həftə məni birinci eləyiblər. Bu həftə də birinci olmaq istəyirəm. Və yenə Zaqatala rayon qaz istismar sahəsinin müdürü Qurban müəllim başda olmaqla yəni iş kollektivindən dəstək gözləyirəm, böyük dəstək gözləyirəm. Qaldı ki, yenə doğulum Davudokaz kəndindən, İsmaildən, Göyəmdən, başqa kəndlərdən, Kebelovadan və başqa qohumlardan. Bir də Astoboy bugün mən Rəcəb dayımdan SMS gözləyirəm. Yəni dəstək İnşallah sənin dəstək olacaqlar. Bəhruz, buyur. Bəhruz, sən hal-hazırda SMS faizlərinə görə 10-cu pillədə qərarlaşmısan. Tərlan, sənin isə SMS faizlərini mən xahiş edəcəm. Mən də salamlayıram Zeyir müəllim bütün Tərlanın SMS kodlarını, SMS faizlərini mənə bildirsinlər. Bütün iştirakçıları salamlayıram və duelçilərimizə uğurlar hazırlayıram. Və mən bütün ekran qarşısında əyləşən tamaşaçıları salamlayıram və mənə dəstək olan insanlara öz təşəkkürümü bildirirəm. Və mən Şambul kəndindən və Balakən kəndindən, Zaqatala, Qax, Şəki və sazın sözün məskəni olan Tovuz, Qazax, Gədəbəy zonalarından səs gözləyirəm. Eləcə də bütün Azərbaycandan saz söz sevər insanlardan dəstək gözləyirəm və mənə dəstək olsunlar. Bir yazıb 9801-ə, bir səs üçün 98 10-a 10 səs üçün 98 50-yə 50 səs üçün səs gözləsinlər. Dəstək olsunlar. Dəstək olsunlar. Bəs bilmək istəyirsiniz hal-hazırda lider kimdir? Hə? Lider kimdir sizcə hal-hazırda? Bəli. Hal-hazırda SMS nəticələrinə görə lider məhz Tərlan Məmmədovdur. Tərlan Məmmədov artıq demək olar ki, 2 həftədir sən liderliyi əldən vermək istəmirsən, hələ də lider olaraq qalmısan. Tərlanı dəstəkləmək istəyənlər yenidən aktiv olsunlar və Tərlan 3-cü həftədə lider olsun. Asif, buyur. Bir daha hər kəs salamlayıram. Elib Qabaldan, Gürcüstandan dəstək gözləyirəm. Zaqatala rayonundan Mövlüd müəllimdən dəstək gözləyirəm. Mehmet müəllim, Sədi müəllim. Elə də Şəkidən, Qaxdan, Şəki ilə Qabal cəmaatının əlaqəsi çox gözəldir. Dəstəkləsinlər, aktiv olsunlar. Sazı sevən, sözə qiymət verən hər kəs dəstəkləsinlər. Mən də aktiv olmalarını xahiş edəcəm, çünki Asif, hal-hazırda SMS nəticələrinə görə sən 20-ci pillədə qərarlaşmısan. Buyur, Məhməli. Çox güman ki, bu həftə duelə düşmə ehtimalı ola bilər. Hələ davam edir, hələ verilişimiz davam edir. Sağ ol, Zeyim müəllim. Məhməli Çobanov, buyur. Mən də öz nəyində bizi izləyən tamaşaçılardan və məni tanıyanlardan, qohumlardan, dostlardan, toylarında iştirak elədiyim yoldaşlardan səs gözləyirəm. Biz də aktiv olmalarını xahiş eləyək, bütün Məhməlini tanıyanlar, o cümlədən bütün iştirakçıları, favoritlərini dəstəkləməyə davam eləsinlər. Gəldik, çatdıq. Başqa söz demək istəyən yoxdur. Faiq, buyur, Faiq buradadır. Buyur, Kənan. Buyur, Faiq. Salam, axşamınız xeyir olsun, dəyərli tamaşaçılar, iştirakçılar, hər ikisinə dəstəkləyirəm. Özün üçün səs istəyirsən, Faiq? İstəyirəm, bir dəqiqə, səs göndərmək istəyirəm, onun problem var, bir şey nəzərə alsınlar ki, azarkən abunəçiləri ancaq dəstək 050 və 051 abunəçiləri, əgər siz Faiq Qurbanovu bu yarışda dəstəkləyirsinizsə, onda 10 yazıb 9801-ə bir səs üçün, 9810-a 10 səs üçün, 9850-yə 50 səs üçün 10 yazıb göndərməklə Faiq Qurbanovu bu yarışda dəstəkləyə bilərsiniz. Buyur, Faiq. Hal-hazırda sən SMS faizlərinə görə 9-cu pillədə qərarlaşmısan. Buyur, Kənan. Mən də hər kəs salamlayıram və axşamınız xeyir olsun deyirəm. Və ekranın arxasında əyləşən tamaşaçılara bizdən öz salamlarımı göndərirəm. Və mən də Ağdaşdan səs istəyirəm. Bizdən Mürsəl kəndinə öz salamlarımı göndərirəm. Onlar orada mənə dəstək olurlar. Və məni tanıyan və mənim sənətimi bəyənənlərdən səs gözləyirəm.
hal-hazır Şəki xalqından səs gözləyirəm və hal-hazırda oxuduğum kollecdən səs gözləyirəm. Onun tələbə kollektivindən səs gözləyirəm. Kənan, sənin tələbə yoldaşların mən buradan təşəkkür edirəm. Maşallah olsun, çox aktivdirlər. Hal-hazırda sən 4-cü pillədə qərarlaşmısan. Çox təşəkkür edirəm. Rəvan, sən duelə düşə bilərsən. Gəldik çatdıq. Rəvanı dəstəkləməyə davam edin. Rəvan, həqiqətən duelə düşmə ehtimalı var. Rəvanın və Məftun. Vəziyyət olduqca gərginləşir. Sənə də bildirim, Məftunu da dəstəkləməyə davam edin. Vəziyyət gərginləşə bilər hər an. Gəldik çatdıq verilişimizin ən həyəcanlı anlarına. Verilişimizin 3-cü şərti olan dəyişmə bölgəsinə gəldik. Dəyişməyə hazırsınız da. Sonda səs istəmək istəyirsən, Cavidan. Səs istəmək istəyirsən? Şamil Xanayev səs istəmək istəyir. Yenə demək istəyirəm ki, məni istəyənlərdən, məni sevənlərdən fərq eləməzdi, Qabaq çöldür, Balakəndir, Zaqataladır, Qaxdan da mənim tanışlarım çoxdur. Hamıdan səs gözləyirəm, mənə dəstəkləsinlər. İnşallah Şamil Xanayevi bu yarışda dəstəkləmək istəyirsə, Cavidan, sənin bu ixtiyarındır. Üzr istəyirəm Cavidan, Şamil Xanayevi dəstəkləmək istəyirsinizsə 12 yazıb 9801-ə, 9810-a, 9850-yə SMS göndərməklə Şamil Xanayevi bu yarışda dəstəkləyə bilərsiniz. Buyur Cavidan. Bütün Azərbaycandan dəstək gözləyirəm bu qədər. Və onu da deyim ki, SMS nəticələri hər saniyə demək olar ki, hər saniyə dəyişir və bu da dəyişən SMS faizləri Cavidanın xeyrinə dəyişir. Çünki Cavidan irəliləyir get-gedə. Hal-hazırda Şamil Xanayev hal-hazırda SMS faizlərinə görə 68,47% səsə düşdü. Cavidan Abdullayev isə 31,52%, 53% səslə artıq get-gedə irəliləyir. Cavidan, belə getsə nəsə ola bilər. Yaxşı, keçək əsas məsələ olan dəyişməyə. Dəyişməyə hazırsınız? Buyurun. Meydan bizdən, ifas sizdən. Bax, iştirakçılar, biz bunu gözləyirdik. Dəyişmə gəlsin. Buyurun.
Bax bu da Cavidandan və Şamildən dəyişməkdir. Əgər vaxtımız qalarsa bir neçə dəqiqə yenidən biz dəyişməyə ara verərik, yer verərik. Vüqar Əsədzadəni alqışlarınızla dəvət edin. Bu arada SMS faizlərini də hesablayacaqlar. SMS faizləri bizə təqdim olunacaq. Hal-hazırdakı vəziyyətə görə Şamil Xanayev 66,25% səslə yenidən irəlidədir. Cavidan isə get-gedə irəliləyir. 33,75% səslə artıq yavaş-yavaş Şamil Xanayevə yaxınlaşır. Vüqardan bir ifasının ardıca SMS faizləri yenidən hesablanılacaq. Uca dağlar, qarlı dağlar başında. Uca dağlar, qarlı dağlar başında. Bir qız sevdim tirmə çalmar başında. Bir qız sevdim 14-15 yaşında. Eybi yox diye kipriyində qaşında. Eybi yox diye kipriyində qaşında. Aman balam şeyran balam gül yarıya. Köstüm səni, gəl könlümü al yaram. Aman yarım ceylan yarım gül yarayam. Köstürmüsən, gəl könlümü al yaram. İxtiyarım getdi yerdən, könlümü yalqan eylədin. İxtiyarım getdi yerdən, könlümü yalqan eylədin. Keçdi yurdumdan bülbüllə, baxçamı xəzan eylədi. Eşidib bəğyar, sevindim məni pəcmürdə görəndə. Ay balam, eşidib bəğyar, sevindi məni pəcmürdə görəndə. Şənləndi kön evində, üzdə pünhan eylədi. Mərdanlıyam indi hüsnünə gözəl şeylər yazıram. Mərdanlıyam indi hüsnünə gözəl şeylər yazıram. Bir bu sənin xidmətindir, bir bu sənin xidmətindir. Məni qəzəlxan eylədi. Aman ey dağdı bidadı yar gerek, yarın qeydinə qala yalvara yalvara. İncidib sonra könlünü ala yalvara
Təşəkkür edirik Vüqar Əlsadzadəyə bu gözəl ifası üçün bir daha təşəkkürümüzü bildiririk və mən istəyirəm ki, bütün iştirakçıların bir daha SMS kodlarını sizlərə çatdırın və mən buradan bütün iştirakçılara bildirmək istəyirəm ki, bütün iştirakçıların gələn həftə verilişimizdə olmağı mütləq vacibdir. O halda siz yarışmamızda olmaya bilərsiniz ki, bunun üçün mütləq və mütləq əsaslı səbəb gətirməlisiniz yazılı surətdə ki, bax mən bizim sübut üçün ki, toydaydım, toy şənliyindəydim. Amma bu da duelçilər üçün, bu duelçilərə aid deyil, duelçilər veriliş başlamamışdan ən pis halda 4 saat əvvəl bizim studiyamızda olmalıdır, ən pis halda. SMS nömrəsi 1. Bəhruz Məmmədov, 2. Ənvər Danov, 3. Orxan Kantayev, 4. Əli Xurmayev, 5. Xalid Əzimov, 6. Tərlan Məmmədov, 7. Bariz Baharov, 8. Soltan Lətifov, 9. Kənan Rəsulov, 10. Faiq Qurbanov, 12. Şamil Xanayev, bizim iştirakçımızdır, duelçimizdir bugün, 13. Məftun Cəmiloğlu, 14. Yusif Gebedov, 15. Məhrəm Asif, 16. Vasif Məmmədov, 17. Rəvan İsmailov, 20. Cavidan Abdullayev, 21. Ceyhun Rəcəbov, Nicat Fədəliyev, 23. 24 Məhməli Çobanov, 25 Azər Quliyev, 27 Ramazan Ramazanlı, 28 Əsəd Məmmədov. Bəyəndiyin iştirakçıların SMS nömrəsini 9801-ə, 9810-a, 9850-yə göndərə bilərsiniz. Hal-hazırda olan SMS faizlərini mən istəyirəm elan edeyim. 64 %24 faiz səslə həl-hazırda bir neçə dəqiqə verilişimizin sonuna bir neçə dəqiqə qalıb Şamil Xanayev həl-hazırda 64 %24 faiz səslə irəlidədir. Cavidan Abdullayev isə 35 %76 faiz səslə geridə qalır. Mən bütün qaxıllardan, bütün Əhmədə müəllimi tanıyanlardan, Cavidanın ifasını bəyənənlərdən. Cavidan səsləmək istəyirsən? Buyur Cavidan, buyur. Buyur, bir neçə dəqiqə, 6 dəqiqə haradasa vaxtım var, istə SMS-i Cavidanı bəyənənlər, Cavidan Abdullayevin gözəl ifalarını bəyənənlər 20 yazıb 9801-ə, 9810-a və 9850-yə SMS göndərsinlər. Buyur Cavidan, kimlər SMS göndərsin? 6 dəqiqə haradasa vaxtımız var bizim. Qaxdan dəstək gözləyirəm. İnşallah sən bu çağrışını işləyəcəklər. Bütün qax muzikanlarından səs gözləyirəm. Bütün qax musiqiçiləri dinləyin Cavidanın, bax bu çağrışını. Toyda olmasalar dinləyirlər. 9850-yə bu dəqiqə hərəniz bircə dəfə SMS göndərsəz, Cavidan Şamilə yaxınlaşa bilər. Növbə gəlib çatdı. Gələn həftənin duelçiləri kimlər olacaq? Şamil, səs istəmək istəyirsən, onsuz da irəlidəsən. Mən yenə buradan səs gözləyirəm dostlarımdan. Atəş qardaşımız var bizim Balakəndə. Burhan qardaşımız, Bəxtiyar müəllim sağ olsunlar. Yenə onlardan səs gözləyirəm. Yəni çox sağ. Qabaq çöldən, Katexdən, Zaqatala şəhərindən, Taladan, hər nəyindən tərəfdən səs istəyirik. Məni nə eləsinlər, belə. Bəlkə belə eləyək də, bu dəqiqə mən iştirakçıların üstünə baxıram, hamısı deyir ki, bu qədər səs istəməkdənsə, yəni gözəl ifa olsa lab yerinə düşər. Bəlkə haradasa bir 3 dəqiqəlik birlikdə bir ifa eləyəsiniz, amma bir musiqini belə bayaqki dəyişmək kimi. Cavidan buyur başla, SMS faizin sənin biraz geridə olduğun üçün Cavidan başlasın. Buyur.
Hal-hazırda yenidən hesablanır Cavidan Abdullayevin və Şamil Xanayevin SMS faizləri. Bir neçə saniyədən sonra sayıb biz SMS-lərə stop deyəsik. Ona görə də bütün qaxıllardan, bütün zakatalalılardan aktiv olmalarını mən xahiş edəcəm. Başlayaq saymağa. 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Bu da stop. SMS-lərə gələn, iştirakçılara gələn, duelçilərə gələn SMS-lərə stop deyildi və faizlər hal-hazırda hesablanılır. Mən rejissorlarımızdan xahiş edəcəm, gələn həftənin duelçiləri, artıq məlumdur. Gələn həftənin duelçilərindən biri hal-hazırda studiyamızda yoxdur. Mən bütün iştirakçılardan ona görə də xahiş edirəm ki, studiyamızda olsanız, bax belə olmazdınız, buradan səs deyərdiniz. SMS nömrəsi 28 olan Əsəd Məmmədov. Qax şəhərindən gitara ifaçısı gələn həftə bizim duelçimizdir. İkinci duelçimiz isə hal-hazırda studiyamızdadır. Dəvət edeyim, yaxınlaşsın. 15 nömrəli iştirakçı Məhrəm Asif. Məhrəm Asif ən az SMS-i olduğu üçün Məhrəm Asif. Yəqin yaxşı istəyə bilmədin də. Bu səsə yaxşı istəyə bilmədin. Amma hal-hazırda səs istəyə bilərsən. Səsdə ki, gələn həftə sən burada duelçisən. Çox gözəl bir təsadüfdür, hörmətli tamaşaçılar. Bu fikir verdiyiniz kimi qismət elə gətirdi ki, keçən həftə Yeşikdən 2 sintezator ifaçısının adları çıxdı. Bizim auditoriya tərəfindən seçildi. Bugün isə uyğun gəlir, həm həftən haradasa gitara və saz. Gələn həftədə yəqin ki, qarmonlar olacaq. Tez səslə mən qalibi elan edəcəm. Çox gözəl. Biz də səni gözləyirik burada. Ən pis halda saat 6-da burada olmalısan. Dostlar, aktiv olun. Aktiv olun və Qabal cəmaatı aktiv olun. Elə də Qax cəmaatı, eləcə də Qax cəmaatı aktiv olun. Əsəd Məmmədov dəstəkləyin. Səfər Əliyevdən, Telmandan, bütün Seyhundan, hər kəsdən dəstək istəyirəm. İnşallah, inşallah dəstəkləyəcəklər səni. Mən indi SMS nəticələri ilə bugünün qalibini elan eləyəcəm. Məğlub olan, ona mən məğlub olan deməzdim. SMS faizləri az olan iştirakçı isə əfsuslar olsun ki, yarışmamızı tərk eləyəcək. Beləliklə, 59,23 səs faizi ilə bu iki duelin qalibi Şamil Xanayev oldu. Cavidan isə 40,77 səs faizi ilə bizim yaddaşımızda yaxşı bir musiqi kimi qaldı. Gələn həftə isə dueldə möhtəşəm dueldə görüşərik. Regionun virtuozunda.